Deməli, Gülizar müəlliməm, ştift nədir? Ştift müəlliməm, elə bil silindrik və konus şəkilli mil formatında olan bərkidici detaldır. Yaxşı, nəyin hissəsidir ştift? Silingər əl buçqısının hissəsidir. Doğrudur. Nə üçün istifadə olunur? Silingər əl buçqısında elə bil buçqı lövhəsini çərçivəyə ştiftlərlə bərkidilir. Bərkidilir, doğrudur. Yaxşı, çilingər əl buçqısını hansı əllə tuturlar? Hər iki əllə tutulur. Yaxşı, hər iki əllə tuturlar. Buçqının irəli hərəkəti hansı gediş adlanır? İrəli hərəkəti elə bil təsdağı elə bil kəsir. Bu elə bil İşlək gediş adlanır. Geri hərəkəti zamanı boşuna gedişdir. Bəli, boşuna gedişdir. Bu zaman elə bil pıçqı kəsmir. Bəli, doğrudur. Təsdağı kəsmir, doğrudur. Yaxşı, deməli, yeyələr nömrələrinə görə neçə cür olur? Yeyələr nömrələrinə görə elə bil 0-dan başlayıb 5-ə kimi olur 6 dənə. Yaxşı, hansı yeyələrə məxməri yeyə deyilir? 4-5 nömrəli yeyələrə məxməri yeyələr deyilir. Doğrudur. Natfil nədir? Nə üçün istifadə olunur? Natfillər elə bil xırda detalları da incə iş tələb edən təsdahların təmizlənməsində istifadə olunur. Uzunluğu nə qədər olur natfillerin? Uzunluğu 80-160 milli olur. Qalınlığı 1 və ya diametri 2-3 milli olur. Doğrudur. Yaxşı, pəstahların hansı yeyələnmə üsulları var? Yeyələnmə üsulları. Pəstahların hansı yeyələnmə üsulları? Bəli, eninə, uzunluğuna, dairəvi, bir də çarpaz. yaxşı, hansıdır ki, böyük emal payı çıxarmağa imkan verir? O eninə yiyələnmədir. Eninə yiyələnmədir, doğrudur. Bəs sətin son işlənməsi emal payını çıxarmaq üçün, xırda emal payını çıxarmaq üçün bəs? O dairəvi yiyələnmə. Doğrudur. Yaxşı, ştangen pərgarda dəqiqlik ölçüsü nə qədər olmalıdır? Ştangen pərgarda dəqiqlik ölçüsü %1 millimetr. Yaxşı, hər bölgünün uzunluğu nə qədərdir? Hər bölgünün uzunluğu 1,9 milli olmalı. Bəli, milli olmalıdır. Yaxşı. Deməli, hansı dreldir ki, kərpic, beton, daş, metal və ağacla plastik kütlələrlə işləyən zaman istifadə olunur? Elektrik drelinin növü. Döyəcləyicisi olan drellər. Doğrudur. Deməli, mexaniki əl dreli ilə hansı ölçüdə deşikləri açmaq mümkün idi? Mexaniki əl drelindən 10 millimetrə qədər olan deşikləri açmaq mümkündür. Doğrudur. Yaxşı. Lobzik diskli mişardan hansı prinsipi ilə fərqlənirdi? Funksiyası ilə daha doğrusu. İrəli geriyə hərəkəti zamanı mı? Yox, bir dənə hansı kəsməyi yerinə yetirirdi? Rəqsi hərəkət yerinə yetirir. Fırlanma hərəkətinə görə. Kəsməsini deyirəm də. Fiqurlu kəsməyə görə deməli diskli mişardan fərqlənir. Yaduza qalsın. Fiqurlu kəsməyə görə fərqlənir. Yaxşı, drellərlə işləyən zaman biz ehtiyatlı olmalıyıq. Ona görə nəydən istifadə etməliyik? Eynəkdən istifadə etməliyik. Eynəkdən istifadə etməliyik. Doğrudur müəlliməm. Yaxşı. Elektrik enerjisinin əsas istifadəçiləri haradır? Elektrik enerjisinin əsas istifadəçiləri sənayedir. Sənayedə elə bil 70% işlənir. Doğrudur. Yaxşı. Transformatordan nə üçün istifadə olunur? Transformatordan elə bil
transformatordan elə bil azaldıb çoxaltmaq üçün. Bəli, elektrik enerjisinin gərginliyini azaltmaq və Azaldıb çoxaltmaq üçün çoxaltmaq istifadə üçün olunur. istifadə olunur. Yaxşı, elektrik enerjisini böyük məsafələrə ötürən zaman nə baş verir? Böyük məsafələrə ötürən zaman elə bil orada itki yaranır. Doğrudur. Ə, Yaxşı, sadə elektrik dövrəsini qurmadan əvvəl ilk öncə nə etməliyik müəlliməm? Sadə elektrik dövrəsini qurmadan əvvəl onun sxemini çəkirik. Bəli, sxemini çəkməyə lazımdır. Doğrudur. Elektrik sözü hansı məna verir? Elə bil elektron kərhaba Bəli, kəhraba sözünü verir. Yunan sözü olur. Hə. Elektron və bir də kərhaba deməkdir. Yaxşı, nəyə görə kəhraba deyiblər elektriyə? Hardan gəlir bu kəhraba sözü? Elə bir qədim zamanlarda insanlar kərhabaya, yun parçaya sürtünmə nəticəsində elə bir. Bəli, müşahidə ediblər ki, nə baş verir? Burada kağız parçalarını, nazik deməli çöpləri özünə çəkdiyini müşahidə ediblər. Bunun da qərara gəliblər ki, sürtünmə zamanı kəhrabaya elektrik yükü verilmiş olur. Olur. Doğrudur. Közərmə lampasının deməli gərginliyi neçə volt olur? Közərmə lampasının gərginliyi 3.3. Bəli, volt olur. Doğrudur. Yaxşı. Deməli, lehimləmə zamanı lehimləməni harda yerinə yetirmək lazımdır? Lehimləmə zamanı Lehimləmə harda yerinə yetiririk? lehimləmə maşın qayırmada, cihaz qayırmada, radiotexnikada. Yox, harda istifadə olunur demirəm müəlliməm. Deyirəm, lehimləməni harda yerinə yetirməliyik? Nəyin üzərində? Altlıq taxta üzərində. Altlıq, bəli, taxta üzərində. Yaxşı, təmizlənəcək yer bütün artıq hissəciklərdən nəyin köməyi ilə təmizlənir? Nəyin köməyi ilə? Bir flüslərin köməyi ilə təmizlənir müəllimə. Bir də yeyə və metal fırça ilə təmizlənir. İndi artıq hissəciklər deyirəmsə, burada yeyə və metal fırça götürəcəksiniz. Metal fırça ilə təmizlənir. Flüslər işə başlamadan əvvəl deməli təmizləmək üçün istifadə olunur. Lehimləməyə başlamadan əvvəl. Artıq hissəciklər sözün gördünüzsə, deməli metal fırça və yeyəni götürəcəksiniz. Kanifol nədir? Kanifol şam qatıranıdır. Məsəlanın sarımtıl, qəhvə